Müəllimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram, xoş gördük. Bu videoda bu sualı izah etmək istəyirəm. Və bu sualı tətbiq götürdüyü halda niyə biz kurikulum təlimçiləri tətbiq götürürük və niyə səsimizi bildirmirik ki, bəs bu günə qədər biz öyrənmişdik, biz məlumat əldə etmişdik ki, araşdırmaq, hər hansı bir daxilə girmək, analiz etmək, nəyisə seçmək, nəyisə dərinliyinə getmək və s. bu təhlil etmə mərhələsi idi. Necə oldu ki, sertifikasiya mərhələsində bu sualın cavabı təhlil etmək yox, tətbiq etmə mərhələsi çıxdı. Ona görə də mən bu sualın səhv olduğunu düşünürəm və bunun da arxasındayam. Sualı izah edirəm. Deyir ki, təngənəfəslik, ürək döyünmə, baş gicələnməsi, daima yorğunluq, əzginlik simptomları olan xəstənin hansı orqanının zədələndiyini müəyyənləşdirin. Aha, baxın, siz getmişsiniz həkimə. Həkim sizin hansı orqanınızda problem olduğunu, zədələndiyini müəyyənləşdirməlidir, düzdürmü? Məsəl üçün, ta ki siz deyirsiniz ki, həkim, mən təngənəfəs oluram, ürək döyünməm olur, baş gicəllənməm olur. Sizi neyinir? Analiz edir. Yəni, hər hansı bir aparatlara göndərir, hər hansı bir analizlərə göndərir, düzdürmü? Ki, sizi müəyyənləşdirmək istəyir ki, məhz hansı orqanınız, orada o boyda hansı orqanınız zədələndiyini deyir. Yəni, hansı orqanın zədələndiyini təhlil edib üzə çıxartmaq istəyir, düzdürmü? Bunun üçün orqanların funksiyalarını araşdırmaq lazımdır. Ay hörmətli müəllimlər, ay əziz müəllimlər, bunu artı tətbiq götürüb deyən, siz bunu tətbiq götürüb də miqdə də, sertifikasiyada da eyni hadisələrin baş verməsinə gətirib çıxardırsınız. Öncəliklə sualı oxuyanda siz bildiyiniz halda ki, bu təhlildir. Bunu niyə artı verdiyi üçün tətbiq götürürsünüz? Axı bu sualın cavabı təhlil etmə mərhələsidir. Çünki zədələndiyini müəyyənləşdirir. Orqanın hansının, mənim orqanım ürək, böyrək, qaraciyər, ağciyər, nə bilim, digər orqanlar var. Bu orqanın hansı zədələndiyini o üzə çıxardacaq. Adi həkimə gedəndə həkim sizin orqanlarınızın hansının belə deyək, zədə gördüyünü üzə çıxardırsa, tətbiq edir, yoxsa analiz edir. Əlbəttə ki, analiz edir. Bu tətbiqdən artıq keçibdir. Bu artıq tətbiqdən keçdi, təhlilə gəldi. Onsuz da təhlildə olan məsələ tətbiqi keçmiş məsələdir. Və siz həkimə deyirsiniz ki, həkim, mənim hansı orqanımda problem var? O da analiz edir, araşdırır, götür-qoy edir və sizə deyir ki, məsəl üçün, bu orqanizmdə problem var. Necə bunu biz tətbiq götürdük? Dünənə qədər sınaq tərtib edib təhlil deyirdik. Bu günləri artıq tətbiq götürdük. Etməyin, eləməyin. Valla həqiqətən də hər deyiləndən getdiyimiz üçün miqdə də, sertifikasiyada eyni hadisələr baş verir. Axı bu sualın cavabı təhlil etmə mərhələsidir. Təngənəfəslik, ürək döyünmə, baş gicələnmə, daima yorğunluq. Bu boyda prosesi analiz edəcək və hansı orqanizmdə zədələnmə olduğunu müəyyənləşdirəcək. Səsimə görə üzürlü sayın, dünən o qədər danışmışam ki, hansı orqanın zədələndiyini müəyyənləşdirəcək. O boyda deyir ki, hansı orqanın zədələndiyini. Baxın, bizim neçə orqanımız var, onun içərisində analiz edəcək. Adi həkimə gedirik, həkim tətbiq edir, yoxsa analiz edir bizi, yoxsa bizi check-up edir. Check-up etmək nə deməkdir? Analiz edir, görüm hansı orqanda fəsadlar var, hansı orqanda problem var, üzə çıxartsın. Bu sualın cavabı bir mənalı olaraq mənim üçün təhlil etmə mərhələsidir. Kim nə deyir desin. Əgər yeni qaydadırsa, çox xahiş edirik, çıxsın, hər kəs bildirsin ki, bu sualın cavabı artinin özü bildirsin ki, nə üçün bunu tətbiq götürüblər və açıqlama etsinlər, necə ki anlamaqla tətbiqi etmişlər. Açıqlama etsinlər və ondan sonra mən bunu təhlil etmə mərhələsi götürəcəm. Amma göz görə-görə bütün təlimçilər bunu təhlil olduğunu bilə-bilə necə bunu tətbiq deyirlər, mənə həqiqətən çatmır. Bəs bu müdavimlər yazıq deyil, olmaz belə. Bugün dediyimizi sabah tutmur, bugün dediyimizi sabah tətbiq eləyə bilmirik. Bu tətbiqdirsə, onda belə çıxır ki, məsələni həll etmək də tətbiqdir, məsələni araşdırmaq da tətbiqdir. Məsələni hər hansı bir hissələrini araşdırmaq, üzə çıxartmaq da oldu tətbiq. Olmaz, xahiş edirəm, olmaz. Mən razılaşmıram şəxsən bu sualla.